Salam değerli əziz izləyicilərimiz. Bu günləri Binə mərkəzə yaxın 146 nömrəli avtobusun yolunun üstündə dostlar. Sizin üçün 2.10 yəni 210 kvadratın içində 4 otaqlı paket kupçalı evin çəkilişinə gəlmişik değerli izləyicilərimiz. Evimiz yaşayışlı evdir. Qazı, işığı, suyu daimdir değerli dostlar. Suyumuzun sayğacı da buradadır gördüğünüz kimi. Həyətimiz genişdir. Evimizin sağını, yani iki tane padvala girişi var gördüğünüz gibi. Burada eve sağ tarafına geçme yolu. Evimiz 4 otaqlıdır. Evin arkasında da geçme yolu. Bu bizim kombimizdir. İşler vəziyyətdədir. Hal-hazırda evin içinde yaşayış da var. Geçen evin içinden de sizi tanış edeyim değerli dostlar. Evimiz kürsülü evdir. Etraf yaşayıştır. 146 nömrəli avtobusdan düşdünüz. 10 metr məsafədə değerli dostlar. Girişdə belə bir koridorumuzdur değerli dostlarımız. İlk olarak sizi qonaq otağıyla tanış edəcəm değerli dostlar. Hal-hazırda yaşayış var. Bu hissədə bizim mətbəximizdir. Mətbəximizdir, şəbəkə pəncərədir. Evimizin müəyyən əşyaları qalacaq değerli izləyicilərimiz. Televizorda gördüğünüz kimi mətbəxdə var. Evimiz tam remontludur. Burada bizim bir dənə belə bir uşaq otağıdır değerli izləyicilərimiz. Burada bir yataq otağıdır. İşığı yandırım sizin üçün. Bu hissədə bizim 3-cü yataq otağıdır. Burada da bizim sanuzelimizdir. Aksesuarlar da hər bir şey yerindədir. Değerli dostlar, evimizin qiyməti 109.000 manata deyilir. İnşallah gəldinizdə real alıcı ilə danışıb razılaşma olar. Allah alanı satanda xeyir versin. Sağ olun, var olun.